Size neden haber verim? Azərbaycan Respublikasında Yeni Baxış İctimai Nəzarət Təşkilatı deyilən təşkilat var. Onun sədri Əskərov Şahvələt Məhəmmədəloğludur. Deməli bu insan bu ictimai təşkilatı o qədər yüksəldib, o qədər gözəl bir vəziyyətdə yaradıb ki, insanlar heyran olur. Ətrafına gözəl insanlar yığılıb, şəhid yerlərdə, şəhid il dönümlərinə, müxtəlif tədbirlərə və hər hansı bir insanın düşdüyü çətinliyə kömək eləməyə yönəlib. Olduqca sadə, geniş dərrəkə sahibi, nur üzlü bir vətən oğludur. Neçə dəfələr şahid olmuşam ki, insanların bəlkə də ümidlərini üzdüyü işlər var ki, o qayğıkeşliklə ona həyan durub və onun işinə kömək eləyib, o insan o çətinlikdən qurtarıbdır. Ot köküstə bitib deyib əsli nəysə. Allah Şahvələt müəllimin asası Məhəmmədəli kişiyə rəhmət eləsin. Bunlar Gədəbəy rayonunun Nərman kəndindəndir. Məhəmmədəli kişi öz kəndində və rayonda, hətta Azərbaycan dağında sayılan və seçilən kişilərdən olur. O qədər gözəl insan olub ki, demək olar, çox o vaxtda insanlar kasıb idi də, mən sizə asıl deyirsin, 70-ci ilə 80-ci ilə hamının harayına çatıb. İnsanlar olub ki, ondan ehtiyac çəkiblər, şəkərdən ehtiyac çəkiblər, bu insan yaxın durur. Adamlar var idi, mənə də görürsən ki, qurbanlıqda heyvanları kəsərdi, cəmaata paylardı. Ya biraz təsərrüfatçı adam olub, qoçaq adam olub, yəni malqarası, qoyunqusu olan adam olub, həm də təhsilli kişi olub, belə yaxşı işləri eləyib. Şahvələt müəllim də deməli Yeni Baxış İctimai Nəzarət Təşkilatının bölgələr üzrə yaradıb Azərbaycanda. Əksər rayonlarda var və hamısı da yerli cəmaata, regionlarına uyğun hər şey qarşırlar. Yəni ki, dövlətin qoyduğu qanun daxilində qarşırlar, çətinliyə müdaxilə eləyirlər, insanların ehtiyaclarını ödəyir. Şahvələt müəllimin özü 1992-ci ildə ermənilər Qasımalı, Motudərədən Gədəbəyə hücum elədilər Şınıq zonasına. Maqedeyev aydı o vaxtı Kamsay Gədəbəydə Şahvələt müəllim bunlara qoşuldu. Cəngavər kimi döyüşdü. Və demək olar ki, avqustun 5-i, 6-sı, 7-8 kimi o insan bəlkə də yuxu yatmalı. Mən edində gördüm, eşitdim ki, bu bir igid elinin obasının qeydini, qiriyyətini çox yaxşı çəkir. Və bunu heç yerdə açıqlamır, təzkörlük eləyir. Çox adam deyir, mən döyüşdüm, elədim. O çox az belə şeylər deyəndə xatirələr söyləyir və bugün də işinin, gücünün arxasındadır. Şəxsən onu Respublikada böyük insanlar, prezidentlər kimi hamı tanıyır, hamı bilir, sadəliyini qeyd edirlər. Təşkilatında aldığı təqaüdü deyim, pensiyanımı deyim, bəlkə də onun hamısını son qəhbinə kimi o təşkilata qoyur. Təşkilat da böyük bir ictimai təşkilatdır. Çay içən olur, çörək yiyən olur, birdən azı gəlir. Bir dəfə bir Gəncədən bir xanım gəlmişdi, müraciət eləmişdi.
Gəlib işi vardı. Nəsə o işə kömək olundu. Belə çox çətin iş idi. Qalbağa yer yoxdur. Dedim, mən nə bilim, o ofisi verdi. Boş 4 dənə balasından qaldı orada. Ofisi böyükdür. Şərait yaratdı. Bax, Şahvələt müəllim belə kişidir. Belə kişiyle gələmək ki, Nərman kəndi kimi torpaq yetişdirər də. Allah ona kömək olsun. Allah ona səbəb olsun. Qoy onun işi həmişə yaxşı geçsin ki, vətənimizə, elimizə, obamıza xeyir daha çox dəysin. Çətinliyi olan insanların yanında olan adamdır. Şahvələt bəy, uzun ömür, can sağlığı arz edirəm sizə. Allah sizi var eləsin.